bağlı. Bugün sizin için olduqca dinamik, maraqlı və hadisələrlə zəngin keçəcək. Gün ərzində müxtəlif situasiyalar, yeni tapşırıqlar və gözlənilməz dəyişikliklər ortaya çıxa bilər. Darıxmağa demək olar ki, vaxtınız olmayacaq, çünki daim nəsə ilə məşğul olacaqsınız. Bəzi anlarda hər şey bir qədər qarışıq və çətin görünə bilər, lakin bu sizi qorxutmasın. Siz düşündüyünüzdən daha güclü və çeviksiniz. Günün sonunda geri baxanda gördüyünüz işlərdən və əldə etdiyiniz nəticələrdən məmnun qalacaqsınız. Səhər saatlarından etibarən aktiv olmaq sizə üstünlük qazandıracaq. Gecikdirdiyiniz işləri həll etmək, yarımçıq qalan məsələləri tamamlamaq və yeni planlara başlamaq üçün uyğun zamandır. Gün ərzində qarşılaşdığınız çətinliklər əslində sizi daha da gücləndirəcək və təcrübə qazandıracaq. Əsas odur ki, özünüzə inamınızı itirməyin və başladığınız işi yarımçıq qoymayın. Bugün işgüzar intuisiyanız xüsusilə güclü olacaq. Hissləriniz sizə doğru qərar verməkdə kömək edəcək və siz bunu açıq şəkildə hiss edəcəksiniz. Əgər maliyyə, sərmayə və ya əmlakla bağlı məsələləri uzun müddətdir təxirə salmısınızsa, artıq onlara qayıtmaq üçün uyğun zamandır. Bu sahədə verdiyiniz qərarlar daha düşünülmüş və uğurlu ola bilər. Sadəcə emosiyalarla deyil, eyni zamanda məntiqlə də hərəkət etməyə çalışın. Bu balans sizə maksimum fayda verəcək. Maddi baxımdan müəyyən irəliləyişlər mümkündür. Yeni qazanc yolları haqqında düşünə, əlavə gəlir imkanları ilə qarşılaşa və ya əvvəllər düşündüyünüz bir ideyanı reallaşdırmaq üçün fürsət tapa bilərsiniz. Eyni zamanda xərclərdə də diqqətli olmaq vacibdir. Hər nə qədər şans sizin tərəfinizdə olsa da, planlı davranmaq gələcək sabitliyi qorumağa kömək edəcək. Ünsiyyət sahəsində də gün aktiv olacaq. Həm işgüzar, həm də şəxsi əlaqələriniz genişlənə bilər. Yeni insanlarla tanış olmaq, fikir mübadiləsi aparmaq və müxtəlif mövzular ətrafında müzakirələr etmək sizə yeni baxış bucağı qazandıra bilər. Bu tanışlıqlar gələcəkdə sizin üçün faydalı ola bilər, ona görə də ünsiyyətdə açıq və diqqətli olun. Şəxsi münasibətlərdə isə gün bir qədər dəyişkən ola bilər. Vaxt azlığı səbəbilə sevdiyiniz insanlara kifayət qədər diqqət ayıra bilməyə bilərsiniz. Buna görə balans yaratmağa çalışın. Kiçik jestlər və diqqət münasibətləri qorumaq üçün kifayət edəcək. Subay balıqlar üçün isə gün daha çox özünü inkişaf və şəxsi hədəflərə fokuslanmaq baxımından əhəmiyyətlidir. Axşam saatlarında isə günün yorğunluğu özünü hiss etdirə bilər. Bu səbəbdən dincəlmək, sakit mühitdə vaxt keçirmək və enerjinizi bərpa etmək vacibdir. Gün ərzində əldə etdiyiniz nəticələri düşünmək sizə məmnunluq hissi verəcək. Ümumilikdə bugün sizə göstərir ki, hərəkətdə olmaq, qərar vermək və məsuliyyət götürmək sizi uğura yaxınlaşdırır. Çətinliklərdən çəkinməyin, onlar sizin inkişafınızın bir hissəsidir. Günün sonunda isə zəhmətinizin bəhrəsini görmək sizi daha da motivasiya edəcək.